sorumludur. Sən təsəvvür övladlarına görə Allah qarşısında hesaba çəkiləcəksən. Sorğu sual olacaqsan. O sorğu sual nədən olacaq? Onlara niyə, misal üçün, ət yedirtmədin, quru çörək yedirtdin? Buna görə sorğu sual olacaqsan? Xeyr. Niyə 100 manatlıq paltar almadın, 50 manatlıq paltar aldın? Buna görə sorğu-sual olacaqsan? Xeyr. Onların dini, tərbiyəsi, ədəbi, əxlaqı barədə sorğu-sual olacaqsan. O zaman Rəbbinə nə cavab verəcəksən? İnsan çalışmalı, nə qədər gec deyil, bu məsələdə ayılmalıdır. O şeyxin bu kitabının da gözəlliyi odur ki, insanın kitabın adı da Tənbihul Qafilin, qəflətdə olanlara xatırlama, insanı ayıldır, insanı oyadır, qəflət yoxsundan ayılmalıdır insan. Ayılmalıdır ki, mən bu hal